بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و الصلاة و السلام علی سیدنا و نبینا ابی القاسم محمد و علی آله الطیبین الطاهرین المعصومین المنتخبین المنتجبین. و ما اوتیتم من شیء فمتاع الحیاة الدنیا و زینتها و ما عند الله خیر و ابقی افلا تعقلون. Geçmiş sələsələrdə ərz elədik ki, Kərbəla neçə layədir, neçə təbəqədir. Bir layə deyil, bir təbəqə deyil. Adi işlər bir layə olar. Dərin insanların işləri, hikmətli insanların işləri neçə layə olar. İmam Hüseyin həm dini saxlayırdı, dini işiydi. Həm öz izzətini saxladı, bir insani işiydi. Həm cəmiyyətdə islahat aparırdı haman işinə, sosioloji işiydi. Həm Yazidi və Bəni Üməyyəni təqdim eləyirdi. Bu da bir ayrı sahə işiydi. Görürsən, neçə layə işdi. İmam Hüseynin Kərbəlası bir layə deyil. Biz bu iki cələsədir əvvəlminci layəsindən danışırıq. Çün imam Mədinədən çıxanda o layəni dedi. Vəsiyyətnaməsində o təbəqəni, o sahəni dedi. Buyurdu ki, mən istəyirəm cəddimin ümmətində islah eləyəm. Mən istəyirəm əmr-i məruf edəyəm. İnsanları tazadan vacibata qeytərəm. İnsanları tazadan pis işlərdən çəkindirəm. Mən istəyirəm insanları qeytərəm Peyğəmbərin davranışına. Mən istəyirəm insanları atam Əmirül-Mömininin yaşayışına qeytərəm. İlk sözü ki, imam bu qiyamın əvvəlində danışdı bu idi. Yəni cəmiyyətin islahından danışdı. Özü də zahiri islahdan danışdı. Mən bugün bu layəni qutaracağım. Sabahdan inşallah ikinci layə danışacağıq. Bu üç cələsə islah və salihlik layəsi idi. İmam Hüseyin istəyirdi, cəmiyyət islah olsun. Amma nəyə əvvəl başladı? Dedi, mən istəyirəm əmr-i məruf nəhy-əz münkər edəyəm. Yəni insanları yaxçı işə çağıram, pis işdən çəkindirəm. Bununla başlamaq istəyirəm. Yəni zahirləri dindar olsun. Bunu istəyirəm elə. Həramlardan çəkinsinlər. Günahlardan uzaqlaşsınlar. Vacibatı yerinə yetirsinlər. Namazı qılsınlar, orucu tutsunlar. Buna adına deyirlər əmr-i məruf nəhy-əz münkər də. Yaxçı işə çağırmaq, pis işdən çəkindirmək. Deyir, mən istəyirəm bu işi görəm. Bu axı zahiri islahdır. Cavab verdik ilki cələsədə. İnsan istəsə batini təmizlənsin, yolu zahirdəndir. İstəsə qəlbi təmizlənsin, yolu dildəndir, gözdəndir. Əmirül-Möminin Nəhc-ü Bəlağədə buyurdu, insanın imanı düzəlməz, qəlbi düzəlməsə. Qəlbi düzəlməz, dili düzəlməsə. Dedik, dildə misaldır. Dil, burada dil kimin yox, bir zahiri bədən kimin. Bədənin zahiri üzvü kimin.
dil düzəlməyə, qulaq düzəlməyə, ağız düzəlməyə, göz düzəlməyə insanın qəlbi düzəlməz. Yəni zahiri də gəl insan təmizliyə. Haram yeməyə ta yavaş-yavaş qəlbi pak ola. Yalan danışmaya ta yavaş-yavaş qəlbi pak ola. Harama baxmaya ta yavaş-yavaş qəlbi pak ola. Bunun izahı da budur ki, bizim bədənimizin qidası günahdan və haramdan olsa ruha təsir eləyər. Bizim bədənimiz nə cür davranır? Əgər Allah deyən kimin davransa, bədəndə insan getdikcə ruh adət eləyər. Ayrı izah da bugün verirəm. Baxın, biz nəfsimizi kontrol eləyək, ta ağlımız üzə çıxsın. İnsanın bir ağlı qisməti var, ağıllı davranar. Bir nəfs qisməti var, istəklərlə, duyğularla, interes davranar. Görürsən, təəssüblə dalaşdı. İşi yox da, haqqı batil kimdir? Yetişdi bir yerə, gördü tayfa davasıdır, daha kim düz deyir, kim düz demirlə işi yoxdur. Haqqı batil məsələsi də, orada nə ilə baxır? Duyğu ilə. Pəs bir nəfsi istəklərimiz var. Bir ağl ilə davranmağımız var. İnsan bəzən şəhvət və qəzəb ilə yaşayar. Şəhvət yəni istəkləri ilə. Haqqı batilin ölçüsü də həyatında tərazisi istəyi və qəzəb olar. Kimdən xoşu gəlməsə olar pis. Kimdən xoşu gəlsə olar yaxşı. Xoşu gəlib gəlməməklə kim pisdir, yaxşıdır ki, yox da 20 ya 0. Yaxşı. Nəfsi ta kontrol olunmayıb insanda insan paçlaşmaz. Nəfsi gəl kontrol eləyəsən ta paç olasan. Mərhum Əllamə Təbatəbaidən bu Fatimiyyədə bir dəfədə bu sözü demişəm. Mərhum Əllamə Təbatəbaidən soruşurlar ki, cənnətə getməyə neçə dənə mənzil var? Adam neçənə o hərəkət eləməlidir, addım atmalıdır, cənnətə getməlidir. Məsələn, Xacə Abdullah Ənsari bir kitab yazıb 100 mənzil. Yəni 100 dana mənzillə gedərlər cənnətə. Tövbə eləyəsən, aylasan, Allahın məhəbbəti qəlbində yarana, nə ta yetişəsən cənnətə. Əttar Nişapuri 7 dana mənzil yazıb. O Məntiqü Teyr kitabı var, zahirdə quşların danışığıdır. Həqiqətdə quşların dili ilə insanın cənnətə, səadətə yetişməyin addımlarını deyir. 7 dana mənzil deyir o kitabda, Məntiqü Teyrdə. Mərhum Əllamədən soruşurlar ki, biri 100 dana deyir, biri 40 dana deyir, biri 7 dana deyir. Sən neçə mənzil deyirsən? Cənnətə istəsək gedək, neçə mənzil var? Deyir, əgər ayağı qoysun nəfsivə, o birisi ayağı qoyasan cənnətə. Hamısı yığışır bu sözdə. Nəfsivi kontrol eləyə bilsin, yetişəsən cənnətə. Tamamı bu 7 mənzilin hamısı budur. 40 mənzil də olsa hamısı budur, 100 mənzil də olsa hamısı budur ki, insan nəfsi istəklərini kontrol eləyə. Öldürməyə, nəfs istəklərini öldürmək dində yoxdur. Dində ailə qurmağın savabı var. Dində işləmağın savabı var. Dində sağlam xörək yeməğin savabı var. Başqasına xörək verməyin savabı var. Bunlar nəfsi istəklərdir da. Kontrol. Yəni harama düşməsin, günaha düşməsin, sərhəddə olsun. Əgər insan ardıcıl kontrol eləyə bilsə özünü, bir dana güc yaranar özündə.
adına deyirlər dini termində təqva. Bunu Ramazan mübahisələridir. Təqva tormuzdur insanda. Maşının tormuzu olmaz. Təqva da insanın tormuzudur. Fəqət fərqi budur ki, maşının tormuzun gedərlər bazarda, mağazadan alarlar. Maşın qətaatı, vəsaiti satandan, maşın tormuzunu. İnsan öz tormuzunu ardıcıl kontrolla becərdər. İnsan özü özünə kontrol düzəldər, ardıcıl nizarətinə. Sən gözüvə ardıcıl nicarət eləsən, gözündə təqva yaranar. Ağzıvə ardıcıl nicarət eləsən, ağzında təqva yaranar. İnsan məşq eləməklə, ardıcıl bir işi görməklə o işə ruhunu hazırlayar. Bu iş qəbul deyil ki, insan deyə üzr gətirə, mən tələsənəm, mən eləyə bilmərəm bu işləri görüm. İnsanda bu iş mənası yoxdur. İnsan bacara bilər. Yolu məşqdir. Sən getmirsən indi idmana, heç vaxt 150 kilonu əvvəldə götürənməsən. Bəli, bacaranmasan. Amma bunun mənası bu deyil, sən bacaranmasan. Bunun mənası budur ki, məşq eləməsən bacaranmasan. 3 ay məşq eləsən, 5 ay məşq eləsən, görəsən yavaş-yavaş 150 kilo nədir, 200'ü də götürürsən. Başqa işlər də öcürdü, ruh da öcürdü. İnsan səbirli ola bilər, eləyənməz, üzrü dəy desin, mən səbirsizəm. Mən qorxağam, mən əsəbiyəm, mən tələsənəm. Bunlar heç biri üzrü dəy insana. Niyə? Çünki insanın ruhunun da qanunu var. Necə bədən qanunu var? Bədənin özünün qanunu var. Sən həkimə deyəsən, həkim deyir, sənin filan vitaminin azdır, ya çoxdur. Xörəkləri, qidaları diqqət elə, filan xörəklərdən ye, ya yemə. Ondan bədənin sistemini, qan sistemini, şəkər sistemini, yağ sistemini tənzim etsən. Demirsən, yox olmaz. Həkimdən də təşəkkür etsən. Ruh da ontaydı. Məşq eləsən ardıcıl olar. Ardıcıl əməl təqva gətirər. Bir nəfər mən soruşsa təqva nədir? O gücdür ki, məşqdən irəli gələr. Mən eləyən birəm da, gözüm elə baxır, günaha baxır. Kontrol əlimdən çıxıb. Niyə? Çünki məşq eləmişsən. Kontrol eləsən, yavaş-yavaş görəsən ki, ayrı cürdür. Baxın, əvvəl insan istəyir namaz qılsın, bacarmır, gücü çatmır. Hətta Allah Əkbər deməyə qorxur. İndi ki, məşq eləyib namaz qılır, namazı qəza gedəndə peşmandır, narahatdır. Niyə? Çünki məşq eləyib, da ruha qidalandırıb onu. Pəs insan ruhunu nə cür salih eləyə bilər, nə cür pak eləyə bilər? Budur ki, bu zahiri əməllərdə nəfsini kontrol eləyə. Nəfs kontrol olsa, daha təmizləşər, daha paklaşar. Bəli, insan gündə həram yesə, bu eləyənməz günahdan qaçsın. Düzdür da, bu qaçanmaz. Çünki məşq eləməyib ki, əksinə məşq eləyibdir, bu günaha məşq eləyibdir. Bu təqvasızlıq biləsində becərilibdir. Mən bir misal da vurum. İnsanda fidanlar vardı. Bunlar ağaca çevrilərlər, insanı idarə eləyərlər. Təqva fidanı da var ki, ağac olsa o təqva insanı idarə eləyər. Təqvasızlıq fidanı da var. O idarə eləyər adamı. Kullu nəfsin bima kəsəbət rəhinə. Quranın əcib ayələrindəndir. Deyir, gördüğün əməli sən müdir olar sənə. Gördüğün ardıcıl əməl sənə rəhbərlik eləyər. Əvvəldə sən özün rəhbərsən, özüvə. Amma ardıcıl iş görsən, o əməlin sənə rəhbər olar. Daha gözün əvvəl öz əlindədir. Amma ardıcıl elə baxsın, şəhvət
diqqətli baxsan, yavaş-yavaş göz əlin, ruhun gözüvə tabi olar. Da göz ruhuvə tabi olmaz. Bu ki, bəziləri də mən bacaranmaram axıda, gərək otdum qeybət eləyəm. Bu düz söz deyil. İnsan bacara bilər. Məşq eləsə rahat, dilini kontrol eləsə bacara bilər. Böyük alimlər həyatlarını elə tənzim eləyiblər. Quma getsöz, mərhum ağay Burucerdi var Qumda, Məscid-i Əzəmi tikibdir. O dəstəyəndə bəzən tələbələr sual eləyərdilər, hisslənərdi. Bir gün gördü ki, bu yaxşı işlər, axı tələbə də sual eləyərdi. Dedi, sabahdan mən əgər hisslənsəm hər tələbənin sualına, sabahsı gərək oruç tutam. Kontrol elədi də. Nəfsi bu cəhətdə kontrol oldu. Mən hisslənsəm, o sual eləyən də yersiz sual soruşurdu. Ardıcıl dərsi məsələn xərablı idi. Amma yine bu özünü istəyirdi, tərbiyyət eləsin. Özünü istəyirdi, yuxarıya çıxasın. Dedi, mən hər tabu formada da olsa, ne edəcəm? Sabah soruşacağım. Böyük siz insanların tərcüme halını oxuyun. Şəhid Bakiri var. Böyük bir komander idi, hərbi komander idi. Bu namazı əvvəl vaxtdan gecikdirsəydi sabah oruç tutardı. Əvvəl vaxtdan gecikdirmək günah deyil ya. Heç bir haram işte görmür. İstir ruhunu təmizləsin, istir ruhunu tərbiyyət eləsin. Ruhda bədən kimin tərbiyyət olmalıdır? Bunu istəyirəm deyim. Necə idmana gedir adam bədənini tərbiyyət eləyir, özü deyən kimin? Məsələn, istəyir arıqlasın. Deyir, olar da, gedim belə məşqlər eləsəm olar. Ruh da ondaydı. Pəs İmam Hüseyin əvvəl istəyirdi cəmiyyətə desin, bu vəziyyətdəki yaşayısınız, bu vəziyyətdən çıxın. Helal haram yaşayışsa geçsin, vacib haram yaşayışsa geçsin. Allah bunu vacib eləyib, bunu haram eləyibdi, yaşayışa tazıdan geçsin. Bu birinci nükteydi. Ki bunu genişinde danışmışdık. Yaxşı. Bir sual indi burada qalır, onu da biraz ikinci cələsə dedim. Yine bunu, bugün istəyirəm sözlərimi bu sahədə qutaram. Mümkündür bir nəfər deyə, biz axı namaz da qılırıq, oruç da tuturuq, nəfsizat kontrol olmur. Burada neyniyək? Vacibatda yerinə yetiyoruz da. Bunun cevabı budur ki, insan vacibatı günahları tərk eləməklə bir yerdə gərək görə. Mən buna misal vurum, ta aydın olsun. Qışdır, bura istəyirik, isti saxlayaq. Nə lazımdır? Pes yandırmalıyıq da. Bir isti verici bura yandırmalıyıq. Qəşəng gətiririk 5-6 dana pec, yandırırıq, cinə görürük, bura soyuqdur. Niyə? Qapı pəncərələr açıqdır. Düzdür, pec isti verər. Namaz, oruc insana gıdadır ruhuna. Vacibat və Allahın buyurduğu xeyr-əməllər ruhun qidasıdır. Bu şərtinlə ki, günahla onu xərablamayasan. Günah pəncərə və qapını açmaqdır. Ona görə insan nə cür pak olar? Mən sözü dəqiqləşdirim. Qəbul olunmuş əməlinə, nə sirfi əməlinə. Əməlin gərək Allah yanında qəbul ola. Qəbul olmağın şərti budur ki, o əməli ilə bir yerdə günah eləməyəsən. Namazla bir yerdə haram tikə yeməyəsən. Oruç tutmaqla bir yerdə haram işlər görməyəsən. Bunlar bir yerdə olsa qapı pəncərə açıqdır.
Bu da ikinci nüktə. Üçüncü nüktə ki, bugün istəyirəm bundan da söhbətlərimi biraz yığım. O da budur ki, bizim həyatımızda iki dənə böyük mane vardı. Adam mümkündür işin düz görə maneləri də aradan aparmalıdır. Baxın, sən istəsən burada, məsələn, ot yandırırsan, odun gətirmirsən. Odun yağış yağsa, yaş olsa nə olar? Yanmazsa. Mən bugün istəyirəm deyim, iki dənə məsələ bizim həyatımızda manedir bizə. Tam təmizlənmərik. Onlar nədir? Onlar biri dünya gözəllikləridir. Bəzən dünya gözəllikləri bizi çaşdırır. Dünya gözəlliklərine misal verim. İstoldur. Görsən, qudret adamı çaşdırar. Necə Ömər Səədi çaşdırdı. Ömər Səəd hələ biləsinə heç nə verməmişlər. Fəqət vədə vermişdilər. Kağız mağız da verməmişdilər. Rey hökumətin vədəsi çaşdırmışdı biləsin. Puldur. İbn Ziyad qızıl sikkələri payladı. İndi kimlərdən orada borc aldı? Tarixlərdə var. Nə cür o pulları yığdı? Tarixlərdə var. İbn Ziyad Kufədə nə cür borc elədi və nə forma bu işi gördü? Vəli payladı. Dünya gözəllikləri bəzən insanı çaşdırar. Dünya pis deyil ha. Dünya insana azdır. İnsan dünya ilə özünü satmaz. Dünya vasitədir, məqsəd deyil. Dünya yoldur, hədəf deyil. Bəzən dünya insanı çaşdırır. Dünya pərəstlik insanı çaşdırır. Ona görə İmam Hüseynin xütbələrini oxuyun, Aşura sübh vaxtı. Cəmaata danışır, dünya və axirətdən danışır. Deyir, dünya niyə yadınızdan çıxıbdır? Dünya əlinizdən keçəcək da. Deyir, bir qeydin bir dünyaya baxın. Dünyanın iki dənə dili vardı. Bu cür ağız dili də ya, bəzi dillər var, danışmaz vəli söz çatdırar adama. Bəzi hadisələrdə dil yoxdur. O dili ki biz fiziki danışırıq, amma sözü vardı. Dünyanın da bir cür iki dili vardı. Bir dili cazibədir, insanı çəkir özünə tərəf. Gözəlliğidir. Bir dili də dünyanın nəsihətdir. Deyir, mən həmişə sənə qalmayacağım ha. Sən həmişə burada qalmayacaqsan ha. Allanma. Hər nəyi satma bura. Nə bu malı sirvət səninkidir həmişə. Nə sən həmişə burançısan. Sən qutulub gedəcəksən. Sən bura üçün deyilsən. İnsan bəzən məqsədi düz olar. Seçdiği yol qələt olar. Səhv olar. İnsan iki şey axtarır. İslam da bunu qəbul edir. Əbədi qalsın və xoş yaşasın. Bunu ikisini də axtarır. Əbədi qalsın, həmişə qalsın və xoşluqla yaşasın. Bir-birimizə də xoşluqlarda olaq, xeyir işlərdə olaq, deyərik da. Amma bunu istəyirik. Amma əsas söz budur ki, deyir, sənin əbədi qalmağın və xoş qalmağın bu dünyada deyil. Vəl-axirətu xeyrun və əbqa. O ki xoşluqda həqiqi axirətdir. O ki həmişəlik qalacaqsan axirətdir. Unutma. Özünü tamam satma bu tərəfə. Özünü tamam xəşləmə bu tərəfə. Moğləvi bir şairdir. Bir hikayə nəql eləyir. Deyir, bir nəfər bina tikirdi. Bu bina tikəndə çaşmışdı, başqasının yerində binanı tikdi. Elə bir sağ tərəfdəydi binası, getdi sol tərəfdə bina tikdi. Binanı tikdi da,
3 il, 4 il ömrün xərclədi, pulun xərclədi. Bina tikildi, 4-5 mərtəbə. İstəyirdi girsin içinə binanın. Gəldilər, dedilər ki, baxın, bu yerin sahibi mənəm, sən deyilsən. Baxdı gördün da. Bu əvvəldə səhvi tikibdi. Yeri düz seçməyibdi. Zəhmət çəkib, çalışıbdı, amma düz yerində yox. Sonra Mevlevi gəlir bundan istifadə edir. Deyir, başqalarının yerində bina tikmə ha. Öz evində bina tik. Öz yerində bina tik. Özüvinki olsun. Köçəndə apara bil. Biz bəzən öcürük. Hədislərdə var, insan öləndə 2 qrup insan barəsində soruşar, sual eləyər. Bir adamlardı, bu nə qoydu getdi, nə var idi? Elə maşını var idi, binası var idi, mağazası var idi, nəyi var idi? Mələklər soruşarlar, nə gətirdi? Bəzi adamlara deyirlər, heç nə. Əli boş. Deyir, başqalarının evində bina tikmə. Dünya körpüdür. Dünyada əziz yaşa, dünyada izzətli yaşa, dünyada başqasına ehtiyacın olmasın, asıl olma başqasına. Amma tamamı varlığın dünya üçündəyir. Dünya axirət üçündür. Bir çaşdırıcı bizi dünyanın həqiqətini bilməməkdir. Bu bizi çaşdırır. Dünyanın cazibələri bizi saxlayır. İmamın da hətta üzbəyiz dururuq. İmama da üzbəyiz dururuq. Ona görə Qur'anın təkidi dünya və axirəti müqayisə eləməkdir. Deyirsiniz, niyə dünyanı seçsiniz, axirəti unudusuz? Yaxşı. İkinci nədir mane? İkinci bu manenin davamıdır. Adam dünyanı seçsə, axirətə qəflət edir. Axirəti unudar. Elə bir buna yazılmayıb ölüm. Elə bir buna yazılmayıb axirət. Elə bir bunun hesab kitabı yoxdur. Elə bir bu elə fəqət həmişə cavan qalacaq. Bu servəti ilə, bu bədən gücü ilə, bu sərxoşluğu ilə həmişə yaşayacaqdır. Buna deyirlər qəflət. O dünya cazibəsi, bu axirəti unutmaq, bunu səbəb olur, mane olsun özünü paçlaşdırmağa, özünü təmizləşdirməğa. Dünya təhcə cazibə deyil. Dünyanın bir ayrı dili də var. Ayrı dili nədir? Dünya gündə mənə deyir ki, sən gedənsən. Gündə mənə deyir ki, mən nəsiyyət verirəm sənə. Ha, dostuvu apardın, bastırdın. Qonşuvu apardın, bastırdın. Pəs səndə qalan deyilsən. Görürsən, dostun xəstələndi, indi xəstəxanadadır. Heç nə hərəkət edəyənmir. Pəs bunlar sənə əmanətdir vermişik sənə. Pul da əmanətdir, cavanlıq da əmanətdir, var da əmanətdir, hamısı əmanətdir. İnsanın nə varıdır əlində əmanətdir. Özünün deyil. Özünün deyil. Bu çaşdırar, bu mane olar insana, ta insan özünü sağlam eləsin, pak eləsin. Əgər bir gün insan ayıldı, ondan sonra da görürsən, tez özünü təmizləyər, hətta tez. Hürrü bir cür idi. Baxın, Hürrü durdu imamın qabağında. İlk adam ki imamı dayandırdı, Hürrü idi. 1000 dana əskəri var idi, bu komander idi, 1000 dana əskəri. İmam biləsi ilə sözlər danışdı. Amma Hürr ədəbli idi, keçən səfər danışdı. Amma dayandı. O gecə ki, səhəri Aşura idi, Aşura gecəsi, Hürr gördü özü qalıbdı
dünya və axirətin ortasında, behişt cəhənnəmin ortasında. Dünənəcən bu cür xiyal eləmirdi ki, İmam Hüseyni öldürəcək. Deyidin, nəhayət İmam Hüseyni mən neynədim? Qabağını aldım da. Mən əlbəttə bu dırnarağısı bir sözlər deyim də biləcək. Bir salavat buyurun. Hürrün 3 dana müşkülü var idi əvvəldə. Bir bu idi ki, balaca günahları əhəmiyyət vermirdi. İmam Hüseyni öldürməkdən qorxurdu. Amma imamın qabaq almaqdan dedi, bu həllələr oxda. Balaca günah müşkülü var idi. Bizlərdə də o müşkül var ha. Bəzən deyirik, kaş mənim günahım elə bu olsun. Müqayisə edərik özümüzü başqaları ilə. Bir bu idi. İkinci məsələ, Hürrün komanderi idi axı. 1000 nəfərin komanderi idi. Bu da bir məsələ idi. İstol var idi. Üçüncü, dedim, mən göstəriş verməmişəm ki, Əl-məmur məzur. Mənə yuxarıdan deyiblər. Yuxarıdan üçün deyiblər, elə bir mənə günah yoxdur. Yaxşı, bu dırnaq arası. Hür Aşura gecəsi bunların üçün də həll elədi özünə. Dedilər, kiçik günahlar böyük olar. İnnə iblis rəziyə bil musəğərat. İblis bala günahlara da razıdır, adamı caynağına geçsin. Elə əvvəl istər deyəsən bir yalan danış. Quran deyir, la təttəbəu xutuvat şeytan. Deyir, şeytanın addımlarını izləməyin. Çünki şeytan əvvəldə səni batlağa salmaz. Sən namaz qılan dindarsan. Səni batlağa əvvələ salmaq olmazsa. Birbaşa deyəcək, get günahın içinə getməsəncə. Addım. Kiçik günahlar da insanın həyatında çevrilər olar böyük günah. Görsən, kiçik günah gəlirdi, hara çatdı? Gəlirdi imam öldürməyə çatdırsın. İkinci məsələ, 1000 nəfərə komanderlik nədir? Qutulacaq da. Milyonlar insanlara komander ol. İmam Hüseyin duasında belə dedi da, sən hürrüsən ahirətdə də hürr oldun, dünyada da doğrudan hürr oldun. Sən azadəlik və igidlik dərsi, sən komander oldun tamamı igidlərə. Onlar ki, eləyə bilirlər, tövbə eləsinlər. Onların hamısına sən komander oldun. Onu da həll elədi. Bunu da həll elədi ki, nə olar sənə yuxarıdan deyiblər? Məgər yuxarıdan günahı insana desələr, gərək qəbul eləyə. La ta'ətə li məxluqin fi məsiyyətillah. İnsan eləyənməz Allah günahında, Allah məsiyyətində bir məxluqa itaət eləyə. Ata-anə ki, o qədər tapşırıbdı Quran, deyir, günaha çağırsa səni, hörmətini saxla, vəli sözünə baxma. Hörmətini vəli saxla. Bəs yuxarıdan deyiblər, nə sözdür? Həll elədi. Ona görə gəldi, dünya və axirətdə gördü özün. Behişt cəhənnəm ortasında gördü özün. Səhərisi gəldi, imama birləşdi. Amma başın salmış aşağıya, utanırdı. Çünki ilk adamıydı, qabağını almışdı imamın. Həlli tövbə. İmam Hüseynə dedi, mənə tövbə yeri var. Mən qeydə bilirəm. İmam əvvəlcə dedi, başı qalxızca. Sən də başucasan. Bu nədir başın aşağı? Başı qalxızca. Sən başucasan. Allah səni qəbul eləyibdir. Dedi, onda icazə ver, mən əvvəl müharib edeyim. Mən utanıram sənin qoşunuva gedəm içinə.
balalarımı mən qorxutmuşam əvvəl. Mən qabağını almışam. Ona görə mən o tərəfə getmirəm. Mən əvvəl sənin yolunda şəhid olam. İlk şəhid döyüşdə, o ox atmalarda yox ha, döyüş, rəsmi döyüşdə ilk şəhid Hürrüdür. Hürrü şəhid olanda imam buyurdu ki, Entəl hur. Sən hürrüsən. Yəni igidsən. Sən igidlərin komanderisən. 1000 nəfərin yox, milyardılar insanın komanderisən. Entəl hurru fid dünya və entəl hurru fil axirə. İnsan əgər dünya cazibələrindən çıxa bilsə, əgər axirətin hesab kitabı həyatında qala bilsə, belənçi bir addımlar və belənçi bir hərəkətlər biləsindən baş verər.